Yani Moskva olsa da elə bir şəhərdir ki, mənim üçün hər bir vaxt buradan çox zövq alıram da. Amma bu səfərdəki çıxardım soyuq olsa da. Bu səfərdəki bu qar filan. Hər yerin belə ağappaq olması. İnan ki, Moskvaya tam fərqli bir gözəllik verib. Ləzzətdir də, inan ki. Yəni qar və Moskva. Yəni Moskvanı qarsız təsəvvür etmək qeyri-mümkündür. Yəni bu gözəlliyi də görməmək, nə bilim, kim ki bəyənmirsə Rusiyanı, filanı, yəni mütləq gəlib görmək lazımdır bu gözəlliyi. Bu başqa bir şeydir. Bu başqa bir gözəllikdir. Bu başqa bir rəngarənglikdir. Bu qədər.